İnsan sosial və ictimai varlıqdır. Yaşadığı həyatda özünə müxtəlif dostlar seçir. Amma əfsuslar olsun ki, bir çox dostlarımız görürük ki, dostlarından şikayət edirlər. Nə üçün? Həyatda gördükləri xəyanətlər, onların arxadan vurulmaqları, yıxıldıqları zaman əllərindən tutulmamaqları onlar üçün böyük bir yara və dərdə çevrilir. Əslində dost istəsən Allah yetər. Əgər bir insanın dostu Allahdırsa, onun əlindən tutan Allahdırsa, onun yıxılması da, onun düşməsi də onun üçün xeyir və faydadan başqa bir şey deyil. Önəmli olan Allahla olmaq, önəmli olan Allahın istədiyi yerlərdə olmaq, önəmli olan axır zamanda həqiqi dostlarla halal pul nadir tapıntıya çevrilir deyə buyurur Allahın Rəsulu. O nadir dostları tapmaq və halal pulla halal işlər görməkdir. Əziz və dəyərli dostlarımız, dostlarınıza sadiq olun. Sədaqət Allaha doğru getməkdir. Sədaqət Allahın istədiyi, sevib seçdiyi dost və bəndə olmaqdır. Allah bizi sadiq olmamaqdan, xəyanət əhli olmaqdan qorusun.